İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin yeni məlumatını izləyicilərin diqqətinə çatdıracağıq. Bu dəfəki statistik rəqəm artıq orqan transplantasiyası ilə bağlıdır. Mütəmadi olaraq bir sıra rəqəmlər açıqlayır. Təbii ki, elə icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir orqan transplantasiyası. Bu ilin 6 ay ərzində artıq 80 orqan transplantasiyası həyata keçirilib ki, digər statistik rəqəmləri də izləyicilərin diqqətinə çatdıracağıq. Eyni zamanda vurğulayaq ki, bunun üçün vətəndaşlar necə müraciət etməlidir, hansı prosedurlardan keçməlidir. Bu məlumatı da qısa olaraq verəcəyik. Məlumatı isə tək çatdırmayacağım. Qurumun Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova verəcək. Aynurə xanım, digər detalları sizdən alaq. Geniş, belə deyək, giriş informasiyasını mən verdim. Orqan transplantasiyasından gedir söhbət ki, məlumatlar sizdədir. Doğru qeyd elədiniz. Bu ilin 6 ay ərzində 80 transplantasiya əməliyyatı həyata keçirilmişdir icbari tibbi sığorta hesabına. Bunun 56%-i böyrək, 38%-i qaraciyər, 6% isə sümükülük transplantasiya əməliyyatının payına düşür. Onu da qeyd edim ki, xəstəliyin diaqnostikası, stasionarda, reanimasiyada yatış, qan və qan komponentləri ilə təminat, o cümlədən laborator instrumental analizlərin aparılması, qidalanma, həm resipient, həm də donor üçün icbari tibbi sığorta hesabına həyata keçirilir. Ümumiyyətlə isə icbari tibbi sığortanın zərfinə orqan transplantasiyası daxil olandan bəri 287 transplantasiya əməliyyatı həyata keçirilmişdir. Qısa olaraq da vətəndaşlar necə müraciət etməlidir? Bu məlumatı da alaq sizdən. Bu orqan çatışmazlığı diaqnozu qoyulan xəstələr Səhiyyə Nazirliyinin tərkibindəki, onun tabeliyində fəaliyyət göstərən Koordinasiya Şurasına müraciət etməlidir. Koordinasiya Şurasının həkim komissiyasının ixtisaslı həkimləri tərəfindən müəyyən müayinələr aparılır, protokol tərtib olunur və bu protokol nəticəsində qərar verilir ki, xəstə təcili yoxsa planlı, yəni növbəli şəkildə əməliyyat olmalıdır. Bundan sonra isə həmin protokola əsasən əməliyyat həyata keçirilir və icbari tibbi sığorta maliyyələşməni öz üzərinə götürür. Təşəkkür edirəm detalları çatdırdığınız üçün. Bəli, artıq biz icbari tibbi sığortanın yeni məlumatını izləyicilərin diqqətinə çatdırdıq. Hansı ki, xidmətlər zərfinə daxil olan orqan transplantasiyası ilə bağlı nə qədər artıq belə deyək, xidmət göstərilib, eyni zamanda necə müraciət etmək lazımdır ki, xidmətlər zərfindən yararlansın vətəndaşlar. Çatdıracağımız informasiya bundan ibarət idi.